Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, Rusiyada keçirilən parad və o parada qarşı əks mövqe müharibəsi, davası hibrid də olsa, həm hibrid, həm də isti münasibətlərlə, isti zərbələrlə biz müşahidə elədik. Əlbəttə Rusiya istərdi ki, bu 9 may paradı daha ciddi surətdə keçirilsin. 30-dan çox dövlət rəhbərinin ora gəlməsi həm də Rusiya prezidentinə bir legitimlik qatırdı. Amma Zelenskinin ki biz Rusiyaya yığışan, parada yığışan dövlət rəhbərlərinin təhlükəsini qoruyan deyilik, onlara Rusiya borcludur ifadəsi və onlar bizim üçün legitim hədəfdir ifadəsi istər-istəməz Rusiyanın planlarını alt-üst elədi. Bununla bərabər bir neçə gündür ki, Rusiyanın limanları iflic vəziyyətinə düşüb, insanlar gəlib gedə bilmir. Təkcə Türkiyədə 4000-dən çox insan aeroportlarda yatır və bir neçə insan da Avropadakı olan baş nazirlər, rəhbərlər də bunlardan imtina etdi. Çox sağ olsun ki, Azərbaycan prezidenti də istənilən surətdə bu barədə bəhanə göstərmək normaldır. Azərbaycan prezidentini bu formada qiymətləndirirlər ki, güya təyyarəyə görə gedib. Lap təyyarəyə görə getməsin. Nəyə görə getmirsə, bu bizim xeyrimizədir. Bu doğru addımdır, düz addımdır. Yaxşıdır ki, getmədi. Və Rusiyanın bu paradı keçirmək də qorxulu bir rüyasına çevrildi. Çünki bu böyük bir məsuliyyətdir, bunu həyata keçirmək lazımdır. Əlbəttə ki, bu parad baş tutmağı mümkündür. Heç kəs gözləmir ki, Ukrayna gedib bu parada zərbə vursun. Amma əsas məsələ odur ki, qorxuda bilsin və Rusiyanın da bu mənada bütün qüvvələrini Moskvaya yığmaqla artıq 2 gündür ki, Ukrayna Rusiyanın qərbinə böyük zərbələr vurur. Bunun hər bir yerdə biz şahiddə oluruq. Rusiya özü də çıxılmaz vəziyyətdədir. İkinci bir məsələ dünyada Amerika bilirsiniz ki, 8 mayı qələbə günü kimi qəbul edir və bütün dünyaya da bunun mesajını vermiş oldu və tanımış oldu ki, biz 8 may qələbə günü keçirdik. Yəni 9 mayın Rusiyanın keçirdiyi hər hansı bir parad, hər hansı bir təşkilat, hər hansı bir necə deyirlər, konferans bizim üçün önəmli deyil. Əsas məsələ dünyanın qəlbi Avropada, Amerikada döyünür və biz nəyi qəbul edirsə odur. Yəni Rusiyanın Putinlə apardığı siyasətdə ciddi surətdə legitimliyinə zərbə vurmuş oldu. Əlbəttə biz bundan sonrasını da izləyəcəyik. Yəqin ki, siz yenidən Rusiyanın qərbinə və Rusiyanın dərinliklərinə vurulan zərbələri görmüş olacaqsınız. Artıq bu günləri Rusiyaya gələn rəhbərlər də təhdid içində, qorxa-qorxa müəyyən mənada gəldilər. Və böyük ehtimal da onların bu parada qoşulması yəqin otaqlarda olacaq, kabinetlərdə olacaq və ya da zallarda olacaq. Birbaşa bunlara qoşulmaq da çox təhlükəlidir. Yəqin ki, bunun öhdəsindən gələ bilməyəcək Rusiya. Yəni bunun öhdəsindən gələ bilmədiyinə görə, qoruya bilmədiyi üçün də buna getmək əlbəttə Rusiya tərəfindən də təhlükəlidir. Çünki Rusiya prezidenti özü də etiraf etmişdi ki, biz bu parada onlayn qoşulacağıq. Təşəkkür edirəm diqqətinizə görə.